Azərbaycanın ürəyində yerləşən İsmayıllı rayonu, füsunkar gözəlliyi və zəngin tarixi ilə seçilən bir bölgədir. Möhtəşəm Böyük Qafqaz dağları ilə əhatə olunmuş İsmayıllı, yamyaşıl vadiləri, qur çayları və qədim yaşayış məskənləri ilə bəzənmiş bir məkandır. Əsrlər boyu bu torpaq müxtəlif mədəniyyətlərin qovuşduğu, müxtəlif adət-ənənələrin və dillərin bir-birinə qarışdığı bir məkan olmuşdur. Əsrlərin keşiyində duran möhtəşəm Cavanşir qalasından tutmuş, zamanın dayandığı kimi görünən şirin kəndlərə qədər İsmayıllı Azərbaycanın maraqlı keçmişinə bir səyahət təklif edir. Bölgənin tarixi qədim xarabalıqlarında həkk olunub, xalq nağıllarında pıçıldanır və xalqının canlı adət-ənənələrində qeyd olunur. Bu video İsmayıllı rayonunun tarixi sirlərinə nüfuz edir. Onun məşhur yerlərini, orada yaşayan müxtəlif icmaları və xalqının əbədi irsini araşdırır. Azərbaycanın bu heyrətamiz quşəsini formalaşdıran hekayələri açarkən bizə qoşulun. Yamyaşıl Girdimançay dərəsinin yüksəkliyində İsmayıllının qədim keçmişinin şahidi olan Cavanşir qalası ucalır. 4-cü və ya 5-ci əsrə aid olan bu möhtəşəm qala əsrlərin tarixinə şahidlik etmiş, aşınmış daşları, döyüşlərin və itirilmiş imperiyaların hekayələrini pıçıldamışdır. Qala adını 7-ci əsrdə Ərəb xilafətinə qarşı üsyana rəhbərlik edən cəsur döyüşçü Cavanşirdən almışdır. Rəvayətə görə Cavanşir və onun tərəfdarları illərlə işğalçılara müqavimət göstərərək qala divarları arasında sığınacaq tapmışlar. Bugün Cavanşir qalası möhkəmlik və müqavimət rəmzidir. Onun strateji mövqeyi və möhkəm müdafiə qurğuları keçmişin hərbi zəkasına bir nəzər salmağa imkan verir. Uçulan divarları isə zamanın keçməsi qarşısında heyrət və təəccüb hissi oyadır. Qalaya gələn qonaqlar onun qədim darvazalarını araşdıra, aşınmış qüllələrinə çıxa və bir zamanlar onun divarları arasında sığınacaq tapmış əskərlərin və kəndlilərin həyatını təsəvvür edə bilərlər. İsmayıllının qədim ticarət yollarının kəsişməsindəki strateji mövqeyi onu əsrlər boyu mədəniyyətlərin qovuşduğu bir məkan halına gətirmişdir. Miqrasiya və məskunlaşma dalğaları bölgədə öz izini qoymuş, zəngin adət-ənənə və mərasimlərə malik müxtəlif əhaliyə səbəb olmuşdur. Bölgənin ilk sakinləri arasında Qafqaz Alban tayfaları, daha sonra Farslar, Ərəblər və Türklər olmuşdur. 10-cu əsrdə Monqol işğalları, sonrakı Səfəvi imperiyasının yüksəlişi kimi daha çox mədəni dəyişikliklərə səbəb olmuşdur. Soğutsun və Kokum əsrlərdə İsmayıllıda, xüsusən də bölgə Rusiya imperiyasının tərkibinə keçdikdən sonra Rus köçkünlərinin axını müşahidə olunmuşdur. Bu dövrdə hələ də fərqli bir Rus xarakterini qoruyan İvanovka kimi kəndlər salınmışdır. Bu zəngin miqrasiya və qarşılıqlı əlaqə tarixi İsmayıllıda unikal mədəni landşaft yaratmışdır. Bugün bölgədə Azərbaycanlılar, Ləzgilər, Ruslar və digər etnik qruplar yaşayır və hər biri İsmayıllının kimliyini müəyyən edən adət-ənənələrin, dillərin və mətbəxlərin canlı mozaikasına öz töhfəsini verir. 4-cü hissə Diyalli Əfəndilər kəndinin sirlərinin açıqlanması. Böyük Qafqazın ətəklərində yerləşən Diyalli kəndi İsmayıllının tarixi xəritəsində özünə məxsus yer tutur. Tarixi Xnaldud əsrə gedib çıxan Diyalli özünə məxsus memarlığı, hörmətli əfəndi titulu ilə əlaqəsi və qədim məzar daşlarını bəzəyən müəmmalı yazıları ilə tanınır. Kənd bu hörmətli titulu daşıyan sakinlərinin çoxluğu səbəbindən Əfəndilər kəndi ləqəbini qazanmışdır. Əfəndilər çox vaxt alimlər və ya dini xadimlər, cəmiyyətlərində hörmətə və təsirə malik idilər. Bu titulun Diyallidə geniş yayılması kəndin təhsilə və dini sədaqətə tarixi vurğusundan xəbər verir. Kəndin sirrini artıran onun qəbristanlığında tapılan qədim məzar daşlarıdır. Bu aşınmış daşlar ərəb əlifbası ilə yazılmış yazıları daşıyır və Diyallinin ilk sakinlərinin həyatı və inancları haqqında maraqlı məlumatlar verir. Bu yazıların deşifrəsi kəndin keçmişinə dair dəyərli məlumatlar əldə etməyə, onun sosial strukturlarına, dini təcrübələrinə və mədəni təsirlərinə işıq salmağa imkan verə bilər. Bugün Diyalli İsmayıllının zəngin tarixinin canlı şahididir. Onun ənənəvi evləri, hörmətli əfəndi titulu ilə əlaqəsi və müəmmalı məzar daşları bölgənin keçmişinə heyranedici bir nəzər salmağa, saxladığı sirləri açmaq üçün əlavə tədqiqatlar aparmağa dəvət edir.
5-ci hissə Lahıc və Baskal əsrlər boyu sənətkarlıq. İsmayılın mənzərəli dağlarında yerləşən Lahıc və Baskal kəndləri əsrlər boyu davam edən sənətkarlıq ənənələri ilə məşhurdur. Bu kəndlər Azərbaycanın zəngin bədii irsinə bir nəzər salmağa imkan verir. Burada bacarıqlar nəsildən nəslə ötürülmüş, qədim texnikalar qorunmuş və incə sənət əsərləri yaradılmışdır. Çox vaxt sənətkarlar şəhəri adlandırılan Lahıc, xüsusilə misgərliklə məşhurdur. Əsrlər boyu Lahıcın bacarıqlı sənətkarları zərif çay dəstlərindən tutmuş mürəkkəb bəzəklərə qədər mürəkkəb mis əşyalar hazırlamışlar. Çəkicilərin misə vurduğu ritmik səslər hələ də kəndin dar küçələrində əks-səda verir və onun davamlı sənətkarlıq irsindən xəbər verir. Digər tərəfdən, Baskal özünün incə xalçaları ilə tanınır. Ənənəvi texnikalardan və təbii boyalardan istifadə edərək, Baskal qadınları xalçalarına mürəkkəb naxışlar və dizaynlar toxuyurlar və hər biri unikal sənət əsəridir. Davamlılığı və gözəlliyi ilə tanınan bu xalçalar sadəcə dekorativ əşyalar deyil, həm də nəsildən nəslə ötürülən qiymətli yadigarlardır. Lahıc və Baskal İsmayıllının zəngin bədii irsinin parlaq nümunələridir. Qədim texnikaları qoruyan və incə sənət əsərləri yaradan bacarıqlı sənətkarlar bu ənənələrin inkişaf etməsini təmin edir, gözəllikləri və sənətkarlıqları ilə qonaqları valeh edir.